Salam, efirdə Prizma proqramıdır. Yeni formatda mən Murad Ümbətov və digər həmkarlarım həftə ərzində baş verən əsas xəbərləri sizə fərqli prizmada çatdıracağıq. Muradın da qeyd etdiyi kimi yeni formatda xoş gördük hər birinizi. Ümid edirəm ki, yaxşısınız. Bəli, Prizma izləyiciləri, yeni buraxılışda sizlərlənik. Murad və Sevincin bizə çatdıracağı xəbərlərlə, eyni zamanda mənim sizlərə deyəcəyim psixoloji rəylərlə ümidvaram ki, xəbərləri sizlərin nəzərinə fərqli prizmadan çatdıracağıq. Elə çox vaxt itirmədən son dəqiqə xəbərini diqqətinizə çatdırıram. Bakıda motosiklet qəzası ölümə səbəb olub. Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. 18 yaşlı Məhəmməd Ovçuyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc hadisə yerində ölüb. Allah rəhmət eləsin. Keçək növbəti xəbərə. Baku-S unikala istinadən xəbər verir ki, Vüqar Qurbanov təbibdə aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib. Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir. Bunu da xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyində yoxlamalara 2025-ci ilin sentyabrından başlayıb. Daha bir xəbəri nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə 9-cu sinifdə təhsil alan 2 şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib. Daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib. Bu xəbərlə bağlı mən bir fikir bildirmək istəyirəm Murad. Aydan istəyirəm bu fikrimə sən də şərh bildirəsən. Biz bir xəbər gündəmi zəbt etdi bir ara. Yeniyetmənin ov tüfəngi ilə törətdiyi cinayət. O xəbər o qədər böyüdüldü ki, düşünürəm ki, o qədər böyüdüldü və o qədər gündəmi həftələrlə zəbt etdi ki, o xəbərdən sonra biz hər həftə minimum bir dənə yeniyetmənin törətdiyi cinayətə rast gəlirik. Ola bilərmi Aydan yeniyetmələr bu cinayəti törədərkən danışılmaq, görülmək, müzakirə edilmək istəsinlər? Bəlkə təkrarçılıq olacaq, bunu dəfələrlə mən demişəm. Bəzi hadisələrin bu qədər qloballaşdırılaraq medialarda, sosial şəbəkələrdə paylaşım edilərək müzakirə obyekti halına gətirilməsi yanlışdır və bəzi hadisələrin gizli saxlanılmasını mən tərəfdarıyam. Doğrudur və gəlin nəzərə alaq ki, sosial medianın həyatımızda bu qədər böyük önəm kəsb etdiyi bir dövrdə, dünyanın ağışını aldığı bir dövrdə, xüsusən valideynlərin üzərinə böyük bir yük düşür ki, həqiqətən, yəni yanlışı ilə doğrusu ilə sosial media bu dəqiqə dünyanın ağışını alır. Telefonda açırsınız, bir sayta girməyiniz kifayət edir ki, bütün dünyada baş verən xəbərləri əldə edəsiniz. Amma hansı psixologiya ilə giririk o saytlara biz? Və yaxud da neçə yaşımız var, neçə yaşı var o uşaqların o saytlara daxil olub o xəbərləri gördükdə? Dahi şairimiz Nizami demişkən, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Hər şey öz sərhədində, hər şey öz yerində gözəl deyə düşünürəm. Çox doğru vurğuladın Murad. Mən də növbəti xəbərə keçid edirəm. Avtoyuma işçisi müştərinin maşınını yumaq bəhanəsi ilə götürüb qaçırıb. Hadisə Binəqədi rayonunda baş verib. Belə ki, avtoyuma məntəqəsində çalışan şəxs müştərinin maşınını yumaq bəhanəsi ilə qaçırıb. Təfərrüatları nəzərinizə çatdırıram. Baku-S az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirib ki, əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olmuş 40 yaşlı İsmailov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini sürərək qurutmaq bəhanəsi ilə qaçırıb. Maraqlı xəbərdir. Fikriniz varmı? Mənim bu barədə deyəcək bir fikrim yoxdur. Ola bilsin ki, insanlar yəni fərqli cür düşünürlər. İstəyə bilirlər maşını olsun, sürsün. Onun bir həyəcanı var, onun bir zövqü var. Yəni hər kəsdə bu həzz duyğusu var. O həzzi yaşamaq üçün üstəlik onu qaçırdaraq sürmək də özü də bir adrenalindir. Çünki gizlin görülən bir şeydir. Beyində də gizlin törədilən hər bir hadisə ekstra bir adrenalin hormonunu aktivləşdirmiş olur. O adrenalini yaşamaq üçün təbii ki, bunu bilinçli olaraq deməyəcək ki, mən o adrenalin hormonum artsın deyə mən qaçırtdım, o maşını sürdüm. Deyəcəyi cavab bu ola bilər ki, ehtiyacım var idi. Sadəcə olaraq onu sürüb o anı yaşamaq istəyirdim. Amma bəzən bizə kiçik zövqlər çox baha başa gələ bilər. Psixologiyada kleptomaniya deyilən bir xəstəlik var. Bu xəstəlik, yəni insan qeyri-ixtiyari olaraq, yəni
onun istəmədən də olsun hər hansısa bir əşyanı götürür, oğurlayır. Yəni bunu özündə saxlamaq üçündür. Bu biraz travmatik olan bir şeylərdir. Bunu danışsaq daha uzun çəkə bilər. Ona görə bu ondan əlaqədar deyil təbii ki. Maşını oğurlamaq ondan əlaqədar deyil. Mən dediyim kimi asla biz diqqət etsək ki, yəni daha çox ehtiyacdan yaranan bir şeydir. Təkcə o həzz duyğusu olmasın, qeyri bir ehtiyac olsun, fərqi yoxdur. Elə bu müstəvidə mən də növbəti xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə hadisə Binəqədi rayonunda baş verib. Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən Medi Hall Hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmailovanın vəziyyəti kəskin pisləşib. Tibbi müdaxiləyə baxmayaraq o fevralın 13-də vəfat edib. Olduqca aktual məsələlərdəndir bu Aydan xanım və bununla bağlı elə sizin bir psixoloji... Estetiklə bağlı mən elə proqrama başlamadan əvvəl də bir göz yetirdim xəbərlərə. Estetik ümumiyyətlə nə üçün edilir? Özünü bəyənməməkdən, həmçinin sürü psixologiyası da var. Sürü psixologiyasında insanlara özünü bəyəndirmək üçün, həmçinin də biz diqqət yetirsək cəmiyyətdə əksər insanlar bir-birlərinə həddindən artıq oxşayırlar. Bu da o sürü psixologiyasına qatılmalarıdır. Çox insan deyəcək ki, mən o sürü psixologiyasında deyiləm. Bunu hətta belə bu yaxınlarda müşahidə etdiyim bir hadisədən çıxış edərək demək istəyirəm ki, yadınızdadırsa pinqvinlə bağlı, bəli, o pinqvinin məqsədi nə idi? O sürüdən özünü, yəni biz bilirik ki, pinqvinlər sürü halında gəzirlər. Həm özlərini isitmək üçün, yəni o soyuq yerdə, həmçinin də bəli, təhlükə olmasın deyə sürü halında olurlar. Amma o pinqvin tək bir pinqvin sürüdən ayrılır, öz yoluna gedir. Amma biz diqqət yetirsək ki, sosial şəbəkələrdə hər kəs o pinqvini paylaşırdı. Mən sürüdən azadam, mən sürüyə aid deyiləm deyən o pinqvini paylaşan şəxslər elə bilirlər ki, sürüyə aid deyillər, amma fərqində olmadan da o sürünün içindədirlər. Müəyyən bir trendə qoşulurlar və hər kəs o axının üzərində gedirlər. Bəziləri ola bilər bilinçsiz olaraq edir, bəziləri özlərini göstərmək üçün edir. Yəni necə? Hər kəs bir bəyənilmək, hər kəs bir özünü təsdiq etmə, bəli, ehtiyacı var. Bilirsiniz, artıq ehtiyacdan da deyil, populyarlıq var. Yəni estetik əməliyyat etdirməyən insana bir qəribə baxırlar ki, yəni bu zaten görünməkdir də, məşhur. Maddi olaraq əskiksən ki, etdirmirsən. Bəli, yəni maddi olaraq əksiklik bir kənara dursun. Görülmək istəyirlər. Görülmək, məşhurluq nədən doğur? Görülməkdən doğur. Mən görülüm, hamı məni görsün, hamı məni tanısın. Bu nədən qaynaqlanır? Yenə gəlib ailəyə keçəcək. Bəlkə ailələr indi psixoloqları qınayacaqlar ki, ancaq ailə üzərindən gedirlər. Amma həqiqətən də, yəni bir binanın təməlində necə ki o sütun misalı var, o sütun sağlamdırsa, onun davamlı, yəni uzun ömürlü olması da o sütundan asılıdır. Məsələn, biz hal-hazırda kamera qarşısındayıq. Hər hansısa bir mövzunu müzakirə edirik, xəbəri müzakirə edirik, yəni danışırıq. Əgər hər hansısa birimiz, yəni üçümüzdən birimiz daimi olaraq özünü göstərirsə, yəni mən belə etməzdim, mən bu cür davranardım. Mənim fikrimcə, yəni psixologiyada belə bir test də var ki, suallar verilir, anket, açıq anketdir. O anketdə biz diqqət yetirsək, daha çox məndən istifadə edirsə, demək ki, nədənsə əksikdir. Yəni onun hələ də məni tam şəkildə formalaşmayıb. Yəni öz mənini tanıyan, o real mən var, ideal mən var, bir də sosial mən var. Real mənini insan tanıyırsa, ideal mən də formalaşacaq, sosial mən də doğru şəkildə formalaşacaq. Çünki o realdan keçirik biz. Bu zaman deyə bilərikmi ki, Aydan, görünmək istəyi hər zaman mənfi bir xüsusiyyət deyil. Yəni bunu idarə etdiyin müddətcə əksinə müsbətə də gedə bilər. Çünki bu gün böyük uğurlar qazanmış insanlara biz diqqət etdikdə əksəriyyətinin görünmək arzusu olub. Yəni belə deyim də, gizlənmək kimi, belə deyim də, görünməkdən qorxmayıblar. Cəsarətli olublar, bir başqa cür desək. Yəni hər zaman mənfiyə yozulmamalıdır. Təbii ki, xeyr, yəni hər şey zaten mənfi də deyil və yaxud da müsbət də deyil. Hər bir gördüyümüz
hadisə olsun, nəsnə olsun, hətta duyğu olsun, mənfi adlandırdığımız ki, duyğular da var. Onların belə müsbət tərəfi var. Hətta belə bir sual da ünvanlanmışdı Aydan sənə də, mənə də, elə buradan da cavablandıraq. Emil bəy idi, səhv etmirəmsə. Ünvanlanmışdı ki, mənfi xüsusiyyətlərindən təcrid olunmuş, tamamilə izolyasiya olunmuş insan mükəmməl ola bilərmi? Yəni mükəmməl insandırmı? Mən həmin şəxsə belə cavab vermişdim ki, mükəmməl anlayışı ümumiyyətlə yanlışdır. Mükəmmələ fokuslanıb hazırda qazandığımız o nəticədən də qane olmayacaq. Çünki mükəmməl istəyirəm. Mükəmməl dediyimiz şey nədir onu bilmirik. İnsanların çoxunun özünü əski hiss etməsinin səbəbi də elə budur. Yəni mükəmməl deyə bir şey yoxdur məncə. Bu insanların uydurmasıdır. Varsa da insanların sayı qədər mükəmməl var. Nə mənada? Çıxırıq çölə 10 nəfər seçsək, hər birinə mükəmməl insan kimdir deyə soruşsaq, xüsusiyyətləri tamam başqa cür olacaq. Yəni hər insanın mükəmməli özünə görədir. Öz kriteriyaları. Bəli, bəli. Elə bu nöqtədə də biz deməliyik ki, əgər kimləsə özümüzü müqayisə ediriksə, o mənfini, o müsbəti görmək istəyiriksə, ətrafa yox, elə məhz dönüb özümüzə baxmalıyıq ki, o mənfini də, müsbəti də, o müqayisəni də sadəcə özümüzlə edək. Əslində insan münasibətləri də belədir. Biz zaman-zaman ideal axtarırıq, mükəmməl axtarırıq. Ya doğru zamanda gələn yanlış insan olur, ya yanlış zamanda gələn doğru insan olur və nəticədə xoşbəxt ola bilmirik və yaxud da istədiyimizi ala bilmirik. Düşünürəm ki, bu da insan münasibətlərinə təsir edir. Bu arada biz bu xəbərin psixoloji tərəfinə baxdıq, amma gəlin nəzərə alaq ki, işdə həkim məsuliyyətsizliyi də var. Yəni insan ölümündən söhbət gedir. Həkim məsuliyyətsizliyi deyəndə əslində hər bir əməliyyatda, bu mənim fikrimdir. İndi tibbi dərəcədə çox mükəmməl dərəcədə bir fikir bildirə bilmərəm təbii ki. Yəni bildiyim qədər çalışacağam fikrimi bildirim. Ümumiyyətlə hər bir insan əməliyyata girmədən öncə bir check-up olunmalıdır. Onda hər hansı bir əksiklik varmı? Narkoz verirlər əməliyyat zamanı. O narkoza onun bədəni nə qədər tab gətirə biləcək, dözümlüdürmü? Yanlış dozda verilən narkoz onun bədənində əks təsir edib, yəni bu cür istənilməz mənfi hadisələrə nəticə ola bilir. Bugün kifayət qədər mən diqqətinizə çatdırmaq istəyirəm ki, кейslər var ki, insanlar bəzən öz xəstəliklərini belə həkimdən gizlədirlər. Yəni sırf o gözəllik, estetik əməliyyatı olunmaq üçün öz xəstəliyini gizlədirlər. Həkimə yoxlanmayaq, yoxdur belə bir şey deyirlər və yaxud da içdiyi, qəbul etdiyi hər hansısa dərmanı demirlər, gizlədirlər ki, yəni maneə olmasın, o estetik əməliyyat olunsun. Həm də ki, insanlar estetik əməliyyatı o qədər də ciddiyə ala bilmirlər. Elə bilirlər ki, estetikdə hər hansısa bir bədənimdə quruluşda bir dəyişiklik olunacaq, hətta üz quruluşumda bir dəyişiklik olacaq. Bu sadə bir şeydir. Yəni ciddi olan bir şey kimi görmürlər. Yəni ciddi nəyə görürlər? Xəstəlikdən yaranan bir əməliyyat olarsa, onu ciddi əməliyyat kimi görürlər. Yəni çox sadə bir proses olaraq gördüklərinə görə xəstəliklərini də gizlədirlər ki, bunun ona nə kimi bir əlaqəsi ola bilər, halbuki bilmədiyi çox əlaqəsi ola bilər. Elə bu müstəvidə Aydan xanım çox gözəl bir məsələyə toxunduq. İnsan canı elə bir şeydir ki, hər adama əmanət ediləsi deyil və xüsusən də bu cür əməliyyatlarda. Məsələn, düşünə biz bir kitab veririk, bir əşyamızı veririk, necə narahat qalırıq, qalır ki, canımızı əmanət edilir həkimə. Ona görə düşünürəm ki, sırf estetik əməliyyat olsun və yaxud da digər əməliyyatlar olsun, həkimi mütləq araşdırmaq lazımdır, klinikanı araşdırmaq lazımdır, müəyyən bir analizlər var ki, onları yerinə yetirmək lazımdır ki, istədiyimiz nəticəni alaq və bu cür faciələrə yol açılmasın. Sən araşdırmaq dedin, araşdıranda da belə mən müşahidə edirəm. Əslində çalışıram ki, hər kəsi bir ayrı müşahidə yaparım. Diqqət edirəm ki, araşdıranda belə o estetikin necə yaxşı etdiyi barədə araşdırma edirlər. Sağlam şəkildə yox. Yəni mənə birdən zərər gələr, indiyə kimi hər hansı bir uğursuz əməliyyatı olubmu, bu tərəfdən deyil. Misal üçün hazırda daha məşhur olan burun əməliyyatlardır ki, burnu yaxşı edirmi, estetik görünürmü? Buna əsasən araşdırmalardır. Növbəti xəbəri sizlər üçün çatdırım. Bu həftə Misir Mərdonovun bir açıqlaması oldu ki, olduqca həqiqətən aktual bir mövzuya toxundu və bir o qədər də səs-səda yaratdı bu çıxış. Misir Mərdonov qeyd elədi ki, bu iki imtahan sistemini mən doğru hesab etmirəm. Bir uşaq nə qədər imtahan verər? Birinci sinif uşağı hələ əlifbanı bilmir. O uşaqdır. Bu da təhsilimizdə olan müəyyən bir boşluqlar, nüanslara həqiqətən də toxunulan bir məsələdir. Mən Misir Mərdonovun fikri ilə tamamilə razıyam. Çünki kifayət qədər imtahan var. Yəni imtahan nədir? Öyrənilmiş biliklərin yoxlanılması. Hansı bilikdən söhbət gedir? Birinci sinifə yeni başlayan uşağın hansı biliklərindən danışa bilərik? O artıq
hələ əlifbanı belə bilmir. Hazırlıq mərhələsinə gəldikdə isə onsuz da məktəbə qədər hazırlıqlar mövcuddur. Yəni bu proses ərzində uşaqlara müəyyən biliklər öyrədilir. 4-cü sinifi bitirdikdən sonra olunan imtahanla artıq mən razıyam. Çünki müəyyən bir zaman keçib və orada öyrənilən müəyyən bir biliklər var. Hansı ki, ibtidai sinif səviyyəsində öyrənibdimi, tam qavrayıbdımı, orta məktəb səviyyəsinə keçə bilərmi uşaq? Amma 1-ci sinifdə hansı imtahandan söhbət gedir? Burada mən də bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm. Təkcə psixoloji tərəfdən yanaşmayacağam, şəxsi fikrimi də bildiririm. İmtahanı öncəliklə bir qorxu olaraq aşılanmamalıdır uşaqlara. Bax, imtahan verəcəksən, yaxşı oxu. Oxumazsan imtahandan kəsəsən və növbəti buraxılışa və yaxud da növbəti sinifə keçid eləyə bilməyəsən, qalasan burada. Və yaxud da başqa bir peşələrlə müqayisə edirlər ki, sən oxumasan, onun kimi olacaqsan, alçaldaraq. Yəni bu ifadə, bəli, təbəqələşməni də elə burada öyrədirlər. Daha sonra isə deyirlər ki, mənim uşağım niyə bu qədər insanlara qarşı aqressivdir, onları alçaldır. Hətta öz valideynlərini belə özü müəyyən bir yerə çatandan sonra qəbul etməyə bilər o uşaq. Burada valideynlər uşağı günahlandıracaqlar, halbuki fərqində olmayacaqlar ki, bunu mən öyrətmişəm. Mən istəyərdim bu sosial şəbəkələrdə məşhurlaşan meymun barədə danışaq. Sizin fikirlərinizi alın bu mövzu ilə bağlı. Siz nə görürsünüz ümumiyyətlə o videoya baxanda? O meymunun oyuncağa necə sarılması olsun, ona sığınması olsun, anası və yaxud da dostları tərəfindən xaric edilməsi, onları qəbul etməməsi. Bu videolara baxdığınız zaman nə hisslər keçirirsiniz? Əslində mən bunu insan münasibətlərinə bağlamaq istərdim. Çünki insan münasibətlərində də belədir. Biz lazım olan sevgini, lazım olan insanlardan axtarıb tapa bilməyəndə müxtəlif və fərqli sahillərə başvururuq. Necə ki, təcrid etmək. Hətta Dostoyevski öz əsərinin birində belə qeyd edir ki, insan həyatında elə bir an olur ki, mütləq bir yerə getməlidir. Bunu 4-cü divar anlayışı kimi də qəbul edə bilərik. Mütləq ki, o yer olmalıdır deyə düşünürəm. Sənin bu dediyindən bunu başa düşdüm ki, yəni mütləq ki, bir insan harasa sığınmalıdır. Sənin fikrin bəs Sevinc? Mən əlavə etmək istəyirəm ki, bu təsadüfi yaranan bir haldır. Hal-hazırda üzərində dayandığımız meymunun halı. Amma bunu bilərəkdən eksperiment məqsədi ilə edənlər də olub. Hansı ki, bunlardan biri də Harry Harlow idi, səhv etmirəmsə. ABŞ-da olub bu eksperiment. 2 meymun fiquru düzəldirlər, birini teldən düzəldirlər, üzərinə yemək qoyurlar. Digəri isə yumşaq bir materialdan düzəldilir. Maketdir hər ikisi. Amma yemək vermir. Meymun balası qidalanmaya ehtiyacı olduğu anlarda tel meymuna yaxınlaşır, hansı ki, heç bir yumuşaq hissəsi yoxdur onun, sadəcə yemək verir. Amma digər vaxtlarda isə qaçır o yumuşaq maketin üzərinə. Buradan da biz görürük ki, qidalanma və təməl ehtiyaclardan daha çox sevgi şərtdir heyvanlar üçün. Yəni heyvanlar üçün bu qədər şərt olan sevgi insanlar üçün nə dərəcədə əhəmiyyətlidir artıq, yəni başa düşmək elə də çətin deyil. Yəni təkcə heyvan olmasın, biz bildiyimiz kimi meymun da məməlidir. Yəni insan Darwinin də dediyi kimi insana bənzəyir. Yəni pəncələrindən olsun və s. və ilə axır. Yəni meymunun bu cür biz görürük də necə o oyuncağa sığınır, ana qayğısından məhrumdur, həmçinin sosial olaraq təcrid olunur öz dostlarından. Hər hansısa bir uşağı da biz götürüb, yəni onun ana qayğısından əksik olduğunu görsək, sevgidən məhrum olduğunu görsək, diqqətdən, yəni hər bir, mən deyərdim ki, bəli, əslində hər bir psixoloji travma adlandırılan, psixoloji olaraq təsir deyək, bunların əksəriyyətinin kökündə sevgi acılığı dayanır. Əgər bir insanın sevgi ehtiyacı doğru şəkildə tənzimlənməyibsə, yəni o sevgi ehtiyacı doğru şəkildə ötürülməyibsə, o insan ondan məhrumdursa, onda mütləq şəkildə psixoloji cəhətdən hər hansısa bir əksik yanlar olacaq. Biz neçə xəbər danışırıq, özünü təsdiq olsun, özünü bəyənməməsi olsun. Sizcə bu özünü bəyənməmək durduq yerdəmi yaranır? Ən əsaslı da, yəni birinci növbədə valideyn yenə özü dayanacaq. Əgər bir ana və yaxud da ata övladına deyirsə ki, sən niyə beləsən? Adi, sən niyə beləsən kəlməsi yox. Yəni, mimikama belə fikir versəz, dodaq qaçır, göz biraz yığılır. Yəni o mimikada, o jest mimikalar gedir. Biz onu
dərinliyinə qədər bilməsək belə bir insan deyə bilər ki, hə, uşaq nə bilir bədən dilində və yaxud da jest mimikalardan. O ondan asılı olan bir şeydir. Bu şuuraltının qəbul etdiyi mesajlardır. Sən ona nə ötürürsənsə, səs tonundan belə tuta bilər. Bununla bağlı çox belə bəlkə uzun danışıram, bilmirəm, yormaq istəmirəm sizləri. Sosial şəbəkədə bir video görmüşdüm. Uşaq nəyisə dağıdır. Yox. Uşaq anasına nəsə söz deyir. Anası nəsə fikirli olur deyəsən. Anası götürür ona intonasiyası yüksək tonda bəli deyir. Görür ki, intonasiyası yüksək olduğuna görə təzədən yenə üzürlü say deyib, təzədən yenə intonasiyasını düzəltməyə çalışır ki, o əsəbi olan duyğusunu uşağa yansıtmasın. Hazırda psixoloqları qəbul etmirlər. Əslində psixoloqların məqsədi insanlara o duyğularını öyrətməkdir, duyğuları ilə tanış etməkdir. Duyğu önəmsiz bir hal deyil, yəni duyğu çox önəmlidir. Hər kəs düşüb hazırda məntiqin üzərinə, məntiqim olsun, məntiqlə hərəkət edeyim, məntiqi şəkildə qərar verim. Xeyr, hər şey qərar verdiyimiz hər hansı fərqi yoxdur, mənalı və yaxud da mənasız olsun. Orada duyğu da olmalıdır. Duyğu olmayan yerdə doğru qərar olmur heç vaxt. Mən deyərdim ki, bugün uşaqların emosiyaları əllərindən alınır. Yəni, sakit uşaqlar daha yaxşı uşaq kimi adlandırılır. Əgər dəcəldirsə, səs-küy salırsa, bunu pis uşaq olaraq qəlmə verirlər. Sanki günahmış kimi yansıdırlar uşaqlara. Oyun oynamağı, qışqırmağı, əylənməyi, gülməyi. Yəni, bunu tək uşaqlara yox. Hətta mən deyərdim, böyüklərdə də belə bir təbliğat gedir. Sakit olmalısan, emosiyalarını bildirməməlisən, çox danışıb çox gülməməlisən. Hətta necə don geyindirirlər? Deyirlər ki, emosiyasız insan daha ağıllıdır, deyirlər. Yəni, daha güclüdür, daha ağıllıdır. Sakit danışırsansa sən, daha ağıllısan. Danışıb gülürsənsə, bu sənin daha aşağı IQ səviyyəsinə malik olmağın deməkdir. Deyib insanlara da... Əksinə Sevinç, burada əlavə edim. Duyğularını yaşamağı bacaran və öz duyğularını tanıyan insanların IQ-su daha yüksək səviyyədə olur. Xülasə, hər şeyin sirri bəlkə də hansı sözlərin söylənəcəyini, hansı jestlərin ediləcəyini, bunların sırasını və ritmini bilməkdədir. Bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Bugün beynəlxalq ana dili günümüzdür. Çəkilişimiz bugünə təsadüf olunub. Nə yaxşı ki, belə olub. Mən istəyirəm ki, bugünün önəmini, əhəmiyyətini aramızda filoloq var. Ən gözəl şəkildə o izah edər deyə düşünürəm. Murad, söz səndədir. Bir insanın milli mənəvi dəyərlərini zənginləşdirən 3 əsas amil var. Bunlardan biri ədəbiyyat, biri tarix, digəri isə dildir. Azərbaycan dili çox böyük və qədim köklərə bağlıdır. Ancaq aparıcı olaraq yəqin siz də mənimlə razılaşarsınız ki, hal-hazırda Azərbaycan dilindən xeyli az istifadə olunur. Yersiz xarici sözlərdən, vulqar və varvar sözlərdən istifadə olunur. Halbuki Azərbaycan dilinin zənginliyi barəsində digər tədqiqatçılar, digər ölkələrdən olan alimlər də bəhs edirlər. Ona görə düşünürəm ki, Azərbaycan dilini yaşatmaq elə ən çox biz media nümayəndələrinin, biz aparıcıların, biz filoloqların üzərinə düşür. Və nəhayət, Azərbaycan dili günümüz mübarək. Dilimizi yaşatmağa tövsiyə edirəm. Bəli, elə mən də bu məqamda hər bir azərbaycanlı təbrik edirəm. Eynilə siz də öz dilinizi sevməyi, öz ölkənizi, həmçinin o ölkənin cəmiyyətini sevməyi bacarın. Sevgi ilə qalın, gələn görüşlərədək. Bu həftənin icmalından da bu qədər. Növbəti həftə eyni saatda sizlərin qarşısında olacağıq. Sağ olun, salamat qalın.